180 qram kəsmik, 90 qram kərə yağı birlikdə qarışdırırıq. Bir çay qaşığı qabartma tozu, 190 qram un. Unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Yumuşaq, ələ yapışmayan xəmir olur. Xəmirimizi 15 dəqiqə soyuducuda dinləndiririk. Dörd xörək qaşığı şəkər, bir paket vanil qarışdırıb içliyimizi hazırlayırıq. Soyuducuda dinlənən xəmirimizi götürüb iki hissəyə ayırırıq. Bir kündəmizi soyuducuya qoyuruq və birini yaymağa başlayırıq. Video qarşınıza çıxırsa, zəhmətə dəyər verərək kanalımızın inkişafı üçün həm də videoların başqa insanların qarşısına çıxsın deyə videolarımızı bəyənib dəstək olsanız çox sevinərəm. Gördüyünüz qalınlıqda yayırıq və kəsməyə başlayırıq. İstədiyiniz böyüklükdə kəsə bilərsiniz. Üzərində naxışlar qoyuruq. Hazırladığımız şəkəri də üzərinə əlavə edirik və əlimizlə hər tərəfinə yayırıq. Rulet kimi bükürük. Soba tavasına yığırıq. Əvvəlcədən isitdiyimiz 180 dərəcəlik sobada 15-20 dəqiqə bişiririk. Bişirib soyuduqdan sonra üzərinə şəkər pudrası əlavə edirik. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.